sağlığın kult olduğu bir cəmiyyətdə yaşayırıq. Ümumiyyətlə onu da sizə deyim ki, indiki valideynləri mən sevirəm. Niyə? Çünki onlar kifayət qədər uşaqlar haqqında fikirləşirlər, düşünürlər, cəlb olunurlar onların həyatına, istər atalar, istər analar. Deməzdim ki, hamısı, amma mən belə valideynlərlə rastlaşıram. Və belə olduğu halda, dediyim kimi, ailə tam uşağın ətrafında fırlanır da, belə deyək. Ona baxmayaraq, uşaqların real ehtiyaclarını və onların real, belə deyək, inkişaf ehtiyaclarını nəzərə almırlar. Çünki niyə? Çünki biz düşünürük ki, uşaqların ən böyük ehtiyacı nədir? Onların idraki, inkişafı və fiziki təhlükəsizlik. Təbii, bunlar vacibdir. İlk növbədə fiziki təhlükəsizlik çox vacibdir və idraki inkişafı təbii çox vacibdir. Amma bir sual verim. Əgər bunları hamısını biz düşünürük, müxtəlif kurslara qoyuruq, uşaq bağçalara qoyuruq və s. Bəs niyə onda 3 yaşlı uşaqların nitq ləngiməsi olan problemlərin, uşaqların faizi böyüyür, çoxalır? Niyə? Bu əslində mən çox düşünmüşəm bu haqda və mənim belə deyim, müşahidələrim, mənim kollegalarımla çox bu haqda düşünmüşük, fikirləşmişik və mənə elə gəlir ki, bu sırf fiziki inkişafla bağlıdır. Əslində bizim yanaşmamızda fərqliliklər çoxdur. Belə deyək də, sakit bir uşaq biz ağıllı uşaq kimi deyirik. Narahat eləmir, harda oturdurursan orada da oturur. Bir sözlə rahat uşaqdır. Və əksinə, əgər uşaq çox aktivdir, çox sual verir və bir yerdə durmur, buna biz uşaq narahatdır deyirik və tez-tez deyirik ki, mütəxəssisə onu göstərin. Düzdür, razıyam. Elə hallar olur ki, uşaq mütəxəssisə aparılmalıdır, göstərilməlidir. Amma unutmayaq ki, uşaq aktiv olmalıdır, fəal olmalıdır, çox danışan olmalıdır və çox sual verməlidir. Əgər sizin uşağınız belədir, o halda siz sevinməlisiniz. Adi bir misal gətirək, körpə uşaqlardan. Ana, uşaq bir evdə, ana uşağı yatsıdırıb və mətbəxdə və hansısa bir başqa otaqda öz işlərinə məşğuldur, uşaq oyandı. Düzdür, mən də şəhərimin türündən danışacağım. Və uşaq ağladı, radio, ya telefon, ya hansısa bir cihaz ona bildirir ki, uşaq yuxudan oyandı. Ana neyinir? O saat qaçır onun yanına, tək ki uşaq ağlamasın, götür onu qucağına, yeməyini verir, ehtiyaclarını belə deyək, qarşılayır. Ondan sonra onu otuzdurur təhlükəsiz bir yerə, manyajın içinə, televizor yandırır və inkişaf etdirici multfilmlər qoyur. Əsas odur ki, uşaq təhlükəsiz olsun, təhlükəsiz mühitdə olsun, amma onu düşünürlər ki, uşaq onun hərəkətləri, onun fiziki inkişafı neyini məhdudlaşdırırıq. İdeal şəkildə mən onu necə görürəm? İdeal şəkildə uşaq ağlayır, anası qucağı düzdür, eşidəndə yaxşıdır ki, qucağına götürsün, eşitmir, uşaq özü qapısını açır, gəlir mamasının yanına, anasının yanına. Anası orada mətbəxdə neynəsə məşğul olur, uşaq neynir? Dolabını açır, mətbəxdə olan. Oradan gözəl qab-qacaqlar götürür, müxtəlif materiallardan, taxtadan, dəmirdən və bunlarla başlayır oynamağa. Fiziki inkişaf getdimi? Təbii getdi. Nə ki, böyük motor bacarığı, kiçik motorun bacarığı inkişaf olundu. Uşaqları məqsədsiz oynamağa imkan yaradın. Çünki bizə elə gəlir ki, o tökür, dağıdır, amma elə deyil. O öz xəyallarında istədiyi qurmağa çalışır. Yadımızdan çıxmasın ki, oyun uşaqların ən əsas və vacib fəaliyyət növüdür. Əslində biz nə istəyirik ki? Biz istəyirik ki, uşaq öyrənsin. Amma onu unutmamalıyıq ki, o öyrənmək üçün ona mühit yaratmalıyıq. Daha çox sərbəstlik verməliyik. Düzgün mühit yaratsa bilsək, uşaqlar düzgün şəkildə öyrənə bilərlər. Uşağımızın heç vaxt 1-də 2-3 yaşı olmayacaq və əsas bacarıqlar da məhz bu yaşda formalaşır. Bu əslində qıraqda sadə görsənsə belə bu çox vacib bir məsələlərdir. Və biz onlara, yenə də deyirəm, kifayət qədər əhəmiyyət vermirik. Bu sadə şeylərə, sadə hərəkətlərə
biz əhəmiyyət vermirik. Biz nədənsə düşünürük ki, biz gedək pul ödəyək ki, bu uşağın inkişafı getsin, amma elə deyil. Biz bir tərəfdən uşağının təhlükəsizliyi düşünərək onu məhdudlaşdırdıq, düzdür, onun hərəkətlərini. Amma onun digər tərəfinə baxaq. Uşaq, bu yenə deyirəm, çox primitiv bir misaldır. Əşyalarla oynaya-oynaya çox şey öyrənə bilərdi, düzdür? Və ana da o oyuna qoşula bilərdi və ana ilə bir ünsiyyət olardı. Mən təbii normal ünsiyyətdən danışıram. Biz çox məhdud, ay qoyma, ay oynama, əlin zədələnər, boş qabı sındırarsan kimi. Biz yenə deyirəm, uşaqlara bir tərəfdən hər şey verək onlara. Çalışırıq, yenə dediyim kimi, kurslara aparırıq, müxtəlif əyləncə mərkəzlərə aparırıq. Amma sadə şeylərdən onları məhdudlaşdırırıq. Və nəticə olaraq biz nə ilə rastlaşırıq? 3 yaşlı uşaqlar bağçaya gələndə artıq 3 yaşında. Onların müəyyən bir söz ehtiyatı olmalıdır. Çünki sadə cümlələr artıq qurmalıdırlar. Amma biz görürük ki, uşaqların bir çoxsu konkret nitq ləngiməsi problemi yaşayır. Hər şey bir-birinə bağlıdır. İlk növbədə böyük motor bacarıqlar inkişaf olunmalıdır. Sonra kiçik motor bacarıqlar inkişaf olunmalıdır. Ondan sonra nitq. Yəni bir-birinə, yəni biz əgər bunlar ikisi olmasa, biz nitq inkişafından danışa bilmərik. Ona görə hörmətli valideynlər, əziz mütəxəssislər, uşaqlara daha çox sərbəstlik verin, daha çox açıq havada olun, daha çox uşaqlarınıza güvənin, inanın. Çünki onlar bizdən yaxşı bilirlər ki, onlara nə lazımdır və bu dəqiqə bunu öyrənmək üçün ona nə lazımdır. Bir dənə də məsləhət vermək istəyirəm ki, uşaqlarınızı qorxu hissi ilə böyütməyin. Sağ olun və gələcəyə daha xoşbəxt uşaqlar bəxş edin.